Yazır ki, salam, mən Bardal eliksir qatqısı aldım. Ustam dedi ki, bunu anca Bardalın öz yağı ilə qatmaq olar. Başqa yağa qatma. Siz nə məsləhət görürsünüz, qatım ya yox. Valla biz həmişə deyirik ki, eliksir istənilən yağa qatıla bilər. Fərqi yoxdur. Eliksiri simiçka yağına da qata bilərsiniz. Hətta. Bəli. Günə baxan yağına. 100%. Marat bəy, biraz riskə gedirsiniz ha. Neçə gündür artıq, bir həftədir burada Raqib bəy bir 900 manat pul udub. 900 qazanmışam. Buradan nəsə iddia hissi gəlir. Yo, mən mərzə girmirəm, mərzi də sevmirəm. Mən öz avtomobilimi qoya bilərəm ortaya. Simiçka yağı ilə eliksiri mən öz avtomobilimlə sürə bilərəm və heç bir problem də olmaya bilər. Öz avtomobilinizə razısınız, biz sizin avtomobilə Həmin günəbaxan yağı tökürük. Pradoya. Pradoya. 2 etli mühərrik Prado. Günəbaxan yağı Özdə tökürük. nəzərinizə çatdırım ki, 420 mində yol gedib və mühərrik açılmayıb hələ. Günəbaxan yağı tökürük. Üzərinə bir eliksir əlavə eləyirik və elə Şah dağa. Vəsə. Günü sabah. Bunu da uzatmırıq. Lap ağır rejim olur ha. Raqib bəy, gəlirsiniz bizdən? Yo. Mən biraz vaxt baxımından bilmirəm, amma mən həm də ki biraz ehtiyat edirəm. Qalarsınız yolda, bir şey olar. Yo, mən heç bir ehtiyata ehtiyac yoxdur. Texniki olaraq getməməlidir, çünki günəbaxan yağının qoruma xüsusiyyəti yoxdur. Qoy getməsin. Eliksirə güvənərək mən 50-nin 50-yə Eliksirə mən də güvənirəm, amma bu ağır rejimdir. Şah dağ, dağa qalxırsınız. Yəni cəmaət normal yağına ora. Qardaş 5000 manat deyil mənim avtomobilimin mənim. Getməsə 5000 düzülsən. Qoyuram ortaya. Heç nə. Qoyuram ortaya. Yəni məsələ bilirsiniz nədir? Və istəyirəm ki, o usta da gəlsin bizlə. Gəlsin və sübut eləyək ona ki, nəinki başqa yağla, eliksirin o qədər elə bir gücü var ki, yəni o belə deyim də, günəbaxan yağı ilə belə avtomobili yəni biz bunu full metaldakı kimi boşaltmırıq ha. Yağ orada qalır. Qardaş, demir ki, başqa yağla istifadə eləmək olmaz. Mən deyirəm ki, başqa mühərrik yağı ilə yox, başqa bitki yağı ilə də belə mən onu sürürəm buradan Şahdağa. Gedirəm, istirahət eləyirəm və geri də qayıdıram, heç nə də olmayacaq. Sabah səhər gedirsiniz marketdən alırsınız bir dənə günəbaxan yağı. Ha, obadan bir dənə mühərrik yağı. Onu rahatdan da ala bilərsiniz. Onu Rəşad ustanın Nərmanov filialında tökürsüz eliksirlə sizin avtomobilin mühərrik yağı əvəzi və sürürsüz gedirsiniz. Oradan işə salırıq, birbaşa Şahdağ. Mən saat 10-da Nərmanov filialında. Sürüşü də mən sürəcəm, aqressiv sürəcəm. Ürəyin necə istəyir, yorulmayacaqsansa sən sürərsən, veriliş dəyişər belə başladsa Allah xırmızı xeyir eləsin. Kənan, arada canlı açarsan, baxım görüm sağdırlar yoxsa. Niyə düşünürsünüz ya maşın yana bilər? Bilmirəm yəni. Yox, yanma ehtimalı yoxdur. Və buradan elə o mesajı göndərən dinləyicimizin ustasına da səslənirəm, digər ustalara da səslənirəm. Biz sübut eləmək istəyirik ki, daha doğrusu mən göstərmək istəyirəm ki, qardaş, eliksir istənilən yağa əlavə etmək olar, hətta günəbaxan yağına da və o qədər güclü sürtünməyə əks bir təsiri var ki, yəni onu siz günəbaxan yağı ilə də belə sürə bilərsiniz. Əla, qəşəng. Mənə gəlir ki, əsl reality show olacaq. Respublikanın ən güclü iddiası. Bəli, əsl reality show olacaq. Qoyuram da qardaş, 5000 manatlıq mühərrikimi qoyuram ortaya. Əla, xeyirli olsun və günü sabah əməliyyata başlayırıq artıq.